Salam, xoş gördük əziz müəllimlər və müdavimlər. Bugünkü video dərsimizdə biz müəllimlərin işə qəbulu imtahanının çərçivə sənədinə yeni daxil olunan təlim strategiyalarından biri SWOT analizi üsulunun mahiyyəti və onun tədrisdə tətbiq etməyin yollarını öyrənəcəyik. Bu üsul ümumiyyətlə müəllimə və şagirdə dərsdə daha dərindən düşünmək, mövzunu analiz eləmək və qiymətləndirmə bacarığını inkişaf etdirmək imkanı verir. Bu videonun sonunda siz SWOT analiz üsulunun mahiyyəti və tədrisdə necə tətbiq edilməsinin yollarını müəyyən edəcəksiniz. Ənənəvi olaraq biz təlim nəticəmizi dərsin əvvəlində elan edirik. Bəs SWOT analizi nədir? Gəlin addım-addım baxaq. SWOT analizi təlimdə şagirdlərin və yaxud da mövzunun güclü, zəif, eyni zamanda imkan və təhlükə tərəflərini təhlil etməyə imkan verən analitik bir strategiyadır. İngilis dilindəki sözlərin qarşılığının baş hərfləri ilə SWOT analiz adlanır. Bu üsul adətən refleksiya mərhələsində, yəni dərsin sonunda və yaxud da yeni mövzuya keçiddə istifadə olunan bir üsuldur. Əsas məqsədi təbii ki, şagirdlərdə tənqidi düşünmə, analiz və qiymətləndirmə bacarıqlarını formalaşdırmaqdır. Yəni şagird sadəcə məlumatı əzbərləmir, onu dəyərləndirir və həyatla əlaqələndirir. Qısa model nümunəsini burada görə bilərik. Yəni güclü tərəf deyəndə bu mövzuda, bu situasiyada, bu durumda hansı müsbət cəhətlər var? Bu nəzərdə tutulur. Zəif tərəflər deyəndə hansı çətinliklər və problemlər mövcuddur? Bu nəzərdə tutulur. Bu vəziyyətdən necə faydalanmaq olar? İmkanlar deyəndə bu nəzərdə tutulur. Təhlükə deyəndə isə bu vəziyyətdə hansı risklər, hansı maneələr mümkündür? Bu nəzərdə tutulur. Dərsdə necə tətbiq olunur? Birinci təbii ki, mövzu müəyyən olunmalıdır. Məsələn, ekoloji problemlərin həlli yolları və ya texnologiyanın təhsildə rolu. Bu cür aktual mövzular şagirdləri düşünməyə təşviq edir. Daha sonra biz sinifi qruplara bölürük. Sinifi 4 ayrı qrupa ayırırıq xüsusiyyətlərə görə. Hər qrupa da bir kateqoriya veririk. Elə bu kateqoriyalarda həmin o SWOT-un tərəfləridir. Müsbət tərəflər, mənfi tərəflər, imkanlar və təhlükələr. Sonra başlayırıq beyin həmləsi eləməyə, yəni qruplara flip chart, biz vatman kağızı da deyirik buna həmçinin, adi kağızlar və yaxud da onlayn lövhə üzərində ideyalarını yazırlar. Daha sonra hər qrup öz, belə deyək, təhlilini təqdim eləyir. Bu da olur təqdimat hissəsi və sonda isə müzakirə və ümumiləşdirmə olur. Müəllim siniflə bir yerdə nəticə çıxarmağa çalışır. Hansı güclü cəhətləri qorumaq, hansı zəif tərəfləri aradan qaldırmaq lazımdır. Təbii ki, bu mərhələdə müəllim rəhbərlik rolunda çıxış eləyir, istiqamət verir, şagirdləri istiqamətləndirir. Alternativ tətbiq formalarında, yəni SWOT analizini yalnız elə sosial mövzularda yox, bütün fənlərdə istifadə etmək mümkündür. Bunu bərbaşdan deyək. Tarix dərsi üçün müəyyən dövrün dövlətlərini SWOT analizini aparmaq olar. Biologiyada ekosistem və yaxud da orqanizmin uyğunlaşma xüsusiyyətlərinin SWOT analizini aparmaq mümkündür. Misal üçün, şagirdlər Səfəvilər dövlətinin güclü tərəflərini, ordunun təşkilatlanması və mədəni yüksəliş kimi qeydləri aparırlar. Zəif tərəflər deyəndə daxili çəkişmələrdən danışırlar. İmkanlar deyəndə Səfəvlərin yerləşdiyi coğrafiyanın üstünlükləri və onların bu üstünlükdən qazandığı iqtisadi xüsusiyyətlər. Təhlükələr isə xarici basqınlar, xarici hücumlar, xarici müdaxilələr nəzərdə tutula bilər. Təbii ki, biologiyada da həmçinin bu cür SWOT analizi aparmaq olur, qeyd elədik. Bu cür üsulla dərsi bizim təşkil etməyimiz həm məzmunun mənimsənilməsinə, həm də təfəkkürün inkişafına xidmət eləyir. Bu üsul şagirddə bəzi bacarıqlar formalaşdırır. Bu bacarıqlar analitik düşünmədir. Təbii ki, hər hansı bir məlumatı 4 fərqli istiqamətdən təhlil eləyəndə uşaq daha analitik,
düşünə bilir. Tənqidi təfəkkür üsulun içində belə deyək, zəif və təhlükəli cəhətləri müəyyən edərək mühakimə yürüdür. Qərar vermə, güclü və zəif tərəfləri müqayisə edərək ən uyğun variantı seçir. Kommunikasiya, əməkdaşlıq bacarığı inkişaf edir. Bu da qrup müzakirəsində fikirlərini əsaslandıraraq paylaşdığı üçün ortaya çıxır və refleksiya, öz fəaliyyətinin mövqeyini qiymətləndirmə bacarığı da şagirddə formalaşdırır. Yəni, belə desək, SWOT analizi sadəcə bir strategiya deyil, həm də düşünmə mədəniyyəti formalaşdıran bir təlim üsuludur. Və sonda yenə kurikulum gözünüzü qorxutmasın şüarı ilə noyabr ayında yeni tarixçilər üçün bizim sertifikasiya hazırlıq qrupumuz başlayacaq. Bu qrupda siz mövzuların praktik izahı, tarixə aid situasiyalarla iş aparmaq, eyni zamanda mövzu fəsil bölmələri üzrə sınaqlar, bizə məxsus olan mobil tətbiqdə dərs materialları əldə edəcəksiniz və ən əsası isə gözünüzü qorxudan bütün məsələlərin aydın praktiki izahını alacaqsınız və sertifikasiyada uğurlu nəticə göstərməniz üçün zəmin yaranacaq. Dərslərimiz haqqında ətraflı məlumat əldə etmək üçün 055 298 19 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənsəz kanala abunə olmağı, şərh bölməsində fikirlərinizi yazmağı və daha çox müəllimlərlə paylaşmağı unutmayın. Sağ olun, növbəti dərsdə görüşənə qədər.